Qazaxıstanın paytaxtı Astanada Türkpanın 14-cü plenar iclasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmailov ilə görüşüb. Görüşdə dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd olunub. Münasibətlərin hazırki yüksək səviyyə çatmasında iki ölkənin dövlət başçılarının mühüm rolu diqqətə çatdırılaraq bildirilib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, sıx təmaslar dost və qardaş ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə daxil olmasını şərtləndirib. Söhbət zamanı qeyd edilib ki, qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsi iki tərəfli münasibətlərin inkişafına töhfə verir. Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova özünün Özbəkistana qarşı tərəfin qanunverici orqanlarının rəhbərlərinin isə ölkəmizə səfərlərini məmnunluqla xatırlayaraq bu sahədə müsbət dinamikanın olduğunu deyib. Vurğulanıb ki, parlamentarilərimiz həm iki tərəfli əsasda, həm də beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklər ilə görüşüb. Görüşdə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürklər Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın Şimali Kiprə dəstəyinə görə təşəkkür edib və bunu çox yüksək qiymətləndirdiklərini bildirib. O, Türk dünyasının bir parçası olaraq Türkpanın 14-cü plenar iclasında iştirakından məmnunluğunu bildirərək Azərbaycan Milli Məclisinin sədrliyi ilə Türkpanın uğurlu fəaliyyətinin təşkilatın daha da güclənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Söhbət zamanı Milli Məclisin sədri Sahibə Qafarova Türk dünyasının birləşməsi istiqamətində göstərilən səyləri qeyd edərək, bu baxımdan Türkpa çərçivəsində fəal əməkdaşlığın parlamentlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib. Spiker Sahibə Qafarova Türk dünyasının güclənməsinin, Türk dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edərək, Prezident İlham Əliyevin bu barədə səsləndirdiyi fikirləri və atdığı addımları diqqətə çatdırıb.